Salam dəyərli şagirdlər, bu gün sizlərlə 9-cu sinif buraxılış imtahana düşən bir sualın izahına baxacağıq. Deməli, bizə verib x kvadrat minus y kvadrat bölünsün. X, y bərabərdir 4 olarsa, x üstü 4 plus y üstü 4 bölünsün x kvadrat, y kvadrat ifadəsinin qiymətini tapın. Baxın, burada 2-dir, burada isə nədir? 4. Deməli, nə etməliyik? 2-ni biz 4-cü dərəcəyə gətirməliyik. Kvadratı yüksəltməliyik. Düzdürmü? Deməli, bu ifadənin hər tərəfini kvadrata biz nə eləməliyik? Yüksəltməliyik. Gəlin yüksəldək. Hər tərəfini kvadrata yüksəldirik. Həmçinin 4 də kvadrata yüksəldirik. Olacaq belə. X üstü 4. Düzdür? Elə bir şey. Baxın, belə olur da. Elə bir ki, baxın. X üstü 2-nin nəyi? Kvadratı. Muxtəsər düsturudur. Minus 2 dənə x kvadrat, y kvadrat plus y üstündə 4 bölünsün. Məxrəcdə nə olacaq? Elə bil ki, x-in kvadratı, bir də y-in kvadratı olacaq. Bərabərdir nəyə? 16-ya. Deməli, nə oldu? X kvadratı olur. X üstü 4 yazaq burada. X üstü 4 plus y üstü 4 minus 2 dənə x kvadrat, y kvadrat. Bölünsün nəyə? X kvadrat, y kvadrat. Burada kvadrat var. Bərabərdir 16. Bu ifadəni çarpaz vursaq, olacaq x üstü 4 plus y üstü 4 minus 2 dənə x kvadrat, y-in kvadratı bərabərdir 16 x kvadrat, y kvadrat. X üstü 4, y üstü 4'ü buradan tapsaq, x üstü 4 plus y üstündə 4 bərabərdir 18 x-in kvadratı, y-in kvadratı. Deməli, x üstü 4, y üstü 4'ün yerinə biz nə yazacağıq? Baxın, yazacağıq 18. Baxın, bax burada yazacağıq ki, 18 x-in kvadratı, y-in kvadratı bölünsün. Məxrəcdə nə var? X kvadrat, y kvadrat var. Baxın, bunlar ixtisar getdi, cavab oldu 18.